İlk növbədə hər birinizi salamlayıram. Kanalımıza videomuza xoş gəlmisiniz. Başında gördüyünüz kimi bugün çox bərbad bir video ilə qarşınızdayım. Bir dalbayov var ki, qısa buna belə demək olar. Allahın adından yəni istifadə edib prim kasır. Türkəli biridir. Kanalını görürsüz burada. Sırf prim kasmaq üçün, izlənmək üçün bu adam görün nələr edir, yəni təmiz günaha girir. Yəni nəysə baxaq da üzünü də paylaşım məncə. İzləyək görüm nələr olacaq, nələr olmayacaq. Baxaq görüm bunun məqsədi nədir də, yəni bu adamın məqsədi nədir? Ada bax. Allah qaça TR. Bu nə deməkdir? Qaça nə deməkdir? Profiliniz adına bax. O hələ haqqında bölümü. Allahım sən bizi bağışla Allah. Bu nə də? Türkəli bir YouTuberdən gördüm bunu. Dedim ki, bunun kanalına baxıb bir dənə video çəkeyim. Quranı yaratdım. Bu nə danışır? Bu nə danış? Allah olduğumu kanıtladım. Həqiqətən də bu dalbayovdur. Allah günahdır ya. Postlarda nə paylaşıb? Azərbaycanda var belə adamlar, Allah haqqı. Var belə adamlar Azərbaycanda. İlk videosuna baxa bir nə deyir bu ilk videosunda. Allahım sən bizi bağışla. Sənə reklam üzü bir yerə soxum mən. Reklam vaxtı da şapalaq. YouTube'a deyəcəm ha. Merhaba ben Allah kendimi tanıtayım. Estağfurullah, arxa fona bu nə deyir? Bu gicdir bu. Arxa fona qoyduğu şeyə baxın bir dənə. Azan səsinə falan baxın. Bunun başı qaçıb Allah. Bunu Allah pis vuracaq. Ben Allah sizi yaradan kişi. Qurbanım Allah sənə. Bu nə danışır? Məmələrim çox böyük və bu beni rahatsız ediyor. Rahatsız eləyir Türk YouTuber demiş ki, kəsat. İndi sənə bir dənə söz deyirəm burada. Sən kimsənsə, üzvü göstərmirsənsə, deməli qorxaq adamsan. Bir də doxun çatır, üzvü göstər. Bax sən bir abir eləyirik ya yox. Nə olsun mənim abunəm azdır. Bilirəm ki Allah böyükdür. Sən onsuz da əvvəl-axır nəsə böyük bir bəla alacaqsan, böyük bir bəlaya sahib olacaqsan. Özün görəcəksən. Müsəlmansan, Allah paylaşdığın şeyə bax. Bəlkə də bunlar müsəlman deyillər. Gəlib qalıb Türkiyədə öyrəniblər türk dilini, paylaşıb belə Allahı təhqir edirlər. Ben də Allah olduğumdan bu nə danışır Allah? Üzvü göstər, Allah günah deyə Allah söyüşə falan bax yazıb Allahın yanına. Günah deyə Allah haqqı. Nə bilmə, siz niyə yaşayırsınız? Harda var, kasıb falan var, nə bilim. Onlara nəsə olur? Belələri yaşamalı deyirlər, belələri diri-diri yanmalıdırlar. Yaratdığım dünyada kullanmaya karar verdim. Giz bəsər deyə Allah bu. Başında çatmış. Dünyanı sən yaradın, sənə gicdə Allah. Gerçekten çok büyükler yürürken yürürken çarpışıyorlar. Böyüdülər, nə bilim, motor zad verək kəs tulla. Neyi reklam edirsən burada? Nə olub, nə məsələdir? Yekə adamsan. Bilirəm ki, uşaq deyilsən, uşaq belə şey. Bəlkə də uşaq deyəla. Prim kasmaq üçün bir dəqiqədə bilirsiniz nələr edir. Yalvarmadıqları qalmayıb. Düşünürlər ki, YouTube'da abunənin çox oldu ya belə olur, partlayış olur, falan olur. Lerimi elliyorum. Buna şeydi azan səsi falan qoymuşsan ha. İki adam sənə. Düzəltdiyim videoya bax. Videonun izlənməsinə baxacağam ha. O dayanı bilmirəm. Bir dənə baxım nə qədər izlənib bu. 29.000 izlənib ki. 16 ay öncə. Bu videonun 60 bəyənməsi var. Bu videonu bəyənənin lişini lap elə. Hala mı inanmazsınız? Kur'an-ı Kerim'i yaktım, yıktım. Bakın, bol bol pislikleri de burada duruyor. Ve hala insanım. Maymuna dönüşmekle, bir daha cehennemde yanmakla. Ay sən onsuz da bir sənin nəzədir. Bu dünyada rahat yaşaya bilərsən, bu dünyada rahat ola bilərsən. O bir dünyaya gedəndə, məncə çətin olacaq sənin işin. Həqiqətən bu dünyada zülm görməyə bilərsən, rahat ola bilərsən. Məsəl üçün, ürəyi təmizlər gedəcək cənnətə, sən də gedəcəksən özün bildin hara. Səni xüsusilə göndərəcəklər ora, bəzilərinin yanına. Orada asacaqlar sənin bir yönündən, deyə bilməm də burada da hardan asacaqlar. Neyse özünüz bildik. Bir daha saçma sapan tehdit etmeyin. Oranı cırmaq olmaz ki. Sizin aptal kemikli dinlerinize inanmayacağım. Siz kâr yurtuna
tapmaya devam edin. Qız diyor özü də la. Sən qız başı bir yerə soxum. Ve gördüğünüz gibi Kur'an sıçılmış bir vaziyette ve ben hala insanım. İnsan sənə küçük. Elə insan olur hə. Sən maksimum bilirsən nəsən? Sən. Heç necə deyim, əzaba layiq bir insan deyilsən. Allahın verdiyi əzaba layiq biri deyilsən. Sən ancaq nə ola bilərsən? Sən ancaq unitaz ola bilərsən. Məsələn, insanlar gəlib oturub işini görüb gedir. Ancaq bu ola bilərsən. Sənə təmizliyə uyğun bir ad vermək olmur. Allahın verdiyi bəla belə təmizdir. Onu sənə yaraşdırmıram. Sənə lap pis şeylər olmalıdır. Başa düşdün? Sənə elə bir ölüm arzu, sənə elə bir ölüm qismət olsun ki, nə bilim. Aslında olacaq bu dünya belədir. Allaha inanmayanlar, Allaha güvənməyənlər, Allahın varlığına inanmayanlar daha doğrusu çox əzablar görəcəklər. Günahdır ya Allah çox günahdır. Quranı cırır, nə bilim yeyir, Allaha pis sözlər deyir. Sən başına gələnlərə bax. Sən heç narahat olma. Mən Allaha güvənirəm. Anama dönmedim. Bekliyorum. Dönersem size haber veririm. Dur bas bayrağı. Dur. Osman buradan. Bu videonu nə vaxt paylaşıb bu? Bir dənə baxım buna. 5 ay öncə. İndi sağ deyilsən məncə. Bəlkə də sağ deyil. Allah olduğumu kanıtladım, əstəğfurullah. Sənə reklamını anlayacağım da mən indi. Bir də yumruğunu anlayacağım ha. Bir yumruq bəsdir. Telefon xarab olacaq. Merhaba arkadaşlar, ben bugün size Allah olduğumu kanıtlayacağım. Sen bağışla Allah'ım. Azanın səsinə baxa danışa bilmədim. Azanın səsinə baxa qoyub. Eləyib, remix düzəldib, mahnı kimi eləyib. Birazdan bir yaratıq yaratıb sizə Allah olduğumu kanıtlayacağım. Bismillah. Nə oldu? İndi görsən bu YouTuberdən götürmüşdüm uşaqlar. Bir də şərhləri oxa, bir nə yazıblar uşaqlar. Allah təkdir, Allah səmədir. Doğurmamış, doğurulmamışdır. Allahın dengi yoxdur. 100%, tam razıyam. O isi beyil, baba söyüblər uşaqlar. Anasını, bacısını da söyüblər. Hətta belə videolar bilirsiniz nəyə görə tutur uşaqlar. Baxın, tutub da videolar. Hələ shorts paylaşıb. Shortsların maraqlı deyil mənə. Belə videolar bilirsiniz nəyə görə tutub. 339 abunəsi və sən abunəçilərimin sifətinə tüfürüm. Sizcə belə videolar nə tutur bilirsiniz? İnsanda maraq yaradır ki, bu kimdir görəsən Allahı söyür belə. Girir videoda YouTube'da belə bir şey var ki, video 100 nəfərin qabağına çıxdısa əgər 15-i 20-si videoya giriş elədirsə video biraz zəyəlir, belə video viral olur. İndi insanlar da düşünür ki, bu Allahdır, nədir falan belə giriş eləyiblər, söyüblər. Bunun YouTube'da söyüşə falan baxmır da. Videoya çox şərh yazıldısa video partlayır birdən-birə. Video da partlayıb. Elə bəyənməli videolarda. Yəni cəmaət nə bilim nə yaşayır. Elə bilirlər ki, yaxşı şeydir falan, amma yaxşı deyil. Yəni günahdır, bir sözlə günahdır. Yəni onu hamı eləyə bilər. Onun nə var eləməyə? Prosta ki Allaha olan sevgimizdən biz bunu eləmirik. Yəni prim zad bizlik deyil qətiyyən. Allahın adından prim kasmaq, onu təhqir eləmək. Yəni nə bilim. Yəni ki sən bir sözlə dalboyavsan, qaqaş. Uşaqsan, nə bilirəm, uşaqdır bunu eləyən uşaqlar. Məncə 100% uşaqdır. Böyük bir insan heç çox bunu eləməz. Hansısa ölkədən falan gəlib yəni normal insan ola bilmirsənsə, Allaha güvənərək yaşayan insan ola bilmirsənsə, get bir dənə unitaz ol, yaşa. Gələn sın ağzı var, başa düşdün, neynəsinlər? Yəni, neysə. Bir videomuzun sonuna gəldik. Bilirəm ki, video xoşunuza gəlmədi, çünki heç yaxşı video olmadı. Belə video çəkmək fikrim yox idi, günah olar mənim üçün. Nə yazıblar? Gözləri niyə ağır? Deyəm mənim. Heç nə yazmayıb belə. Nəysə, yəni ki, sağ olun. Özü əsəbləşirəm Allah. Bunu ilk səfər görəndə var, beynim sönmüşdü. İstəyirdim alım bunun nömrəsini zadın yazım buna. Yəni həqiqətən də nömrə falan alıb yazım olur və bunun tapılması imkansızdır. Bunu ümumiyyətlə Türkiyədə yəqin polislər falan da eləyişmir. Nəysə. Sağ olun, sevgilisiz.
olun.